Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində, deməli Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində konkret 2 sot torpaqda böyük bir zalın uzunluğu 8, eni isə 4 metrdir. Ancaq qarşıda olan, bax divan olan ərazini mən nəzərdə tutmuram. Divardan divara olan ölçünü dedim. Bax, belə bir həyət evi satılır. İndi mən sizə zalını göstərdim. Sənədi sərəncamdır. Sərəncamda konkret 2 sot torpaq göstərilir. Arxiv var. Təmirlidir. Polu taxtadır, yəni başqa material deyil. 2 qat kubiklə hörülüb kürsülüdür. Yenidən mən sizə zalını göstərirəm. Bax, belə bir həyət evinin qiyməti 46.000 manatdır. Qiymətində mən bildiyimə görə mütləq razılaşma olmalıdır. İnsə koridorunu görmək mümkündür. 5 metr uzunluğudur, 2 metr enidir. Burada olan deməli otağın ölçüsü 3-ün 6-yadır. Yenidən mən sizə təmirini göstərirəm. Bax, təmiri bu cürdür. Necə görürsünüz? Splaşnoy deməli splaşnoy taxtadır. İnsə mətbəxinə keçirəm. 3,5-ın 3,5-adır. Mətbəx mebeli evdə qalacaq. Ümumiyyətlə bu həyət evi həqiqətən əla və keyfiyyətli təmir olunub. Qiyməti haqqında mən sizə məlumat verdim. Bağışlayın, deməli qiyməti 46.000 manatdır, ancaq qiymətində mütləq razılaşma olmalıdır. Sənəd haqqında mən sizə ətraflı məlumat verdim. Bura isə hamamıdır. Bax, hamam da gördüyünüz kimi əla və keyfiyyətli təmir olunub, kolonka sistemidir. Deməli bu həyət evi Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində məktəbin yanında olan Oba və Al marketlərinin yerləşdiyi küçədən, deməli bildiyiniz kimi həmin küçədən 11 və 20 marşrutlar işləyir. Bax, həmin küçədən təxminən həmin Al marketdən 100 metr, 150, maksimum 150 metrdən sonra yolun sol tərəfində yerləşir. Yəni sağ tərəfində yox. Bax, həmin deməli qəsəbənin içindən gedən asfalt yolun sol tərəfində yerləşir. Həmin mərkəzi yoldan bu asfalt yoldan bu həyət evinə qədər olan məsafə maksimum 150 metrdir. Bura isə deməli məhəllədə olan hamamdır. Yuxarıda 1,5 tonluq su bakını görmək mümkündür. Gördüyünüz kimi kürsülüdür. Eyni zamanda 2 qatdır. Bax, burada mənə deyilənə görə maşın bax bu istiqaməti, bax, hal-hazırda mən darvazadan giriş hissəsində yerləşirəm. Maşın bax bir balaca düzünə yox, belə deyim də, yəni bir balaca sola daxil olur məhəlləyə. İndi isə bağçasına keçirəm. Bax, belə bir həyət evinin qiyməti 46.000 manatdır. Ancaq mənə deyilənə görə qiymətində mütləq razılaşma olmalıdır. Bura isə hal-hazırda siz deməli bağçasını görürsünüz. Gördüyünüz kimi bağçasında deməli ağac növü yoxdur. 3 tərəfdən kubiklə hörgüsünü görmək mümkündür. Badvalı var. Bax, belə bir həyət evinin qiyməti yenidən təkrar edirəm 46.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.